Bu ayə vucuhun yevmə izin xaşiə, o gün neçə üzlər zəlil olub yerə dikiləcək, amilətun nasibə, dünyada üzülüb əldən düşmüşdür. Yəni dünyada əməllər etməklə özünü üzmüşdür. Amma buna baxmayaraq qəbul olmayıb, qiyamət günü deməli üzləri zəlil olub yerə dikiləcək. Necə ki Ömər ibn Xattab bir dəfə xaçpərəstləri görür, ibadətlərini görüb ağlayır. Və yanındakına soruşurlar ki, niyə görə bunlara baxıb ağlayırsan? Deyir, mənim bu ayə yadıma düşür. Vucuhu yevmə izin xaşiə, amilətun nasibə. O gün neçə üzlər zəlil olub yerə dikiləcək, dünyada üzülüb əldən düşmüşdür. Yəni dünyada ibadət etməklə özünləri xaçpərəstlər, məsələn, əzadarlıq edirlər və s. Xüsusən bu günümüzdə əzadarlıq edib, yəni dinimizdə olmayan əməlləri edib özlərinə zülm edənlər də buna. Yəni özlərini yorurlar. Həqiqətən də bəşər, amma şəriətə uyğun olmadığına görə qəbul deyil. Və ümumiyyətlə bir məsələyə toxunmaq istəyirdim. Bidət böyük günahlardan daha təhlükəlidir. Yəni bidət, bəli, düzdür, böyük günahlardır. Yəni biz bu sözü deməklə, yəni bidət böyük günahlardan daha təhlükəlidir deməklə və yaxud daha şiddətlidir. Heç də böyük günahların qədrini aşağı salmır. Yəni onların deməli heybətdən salmırıq. Yəni böyük günahların öz yeri var, onlar yəni böyük günahlardır və onlar haramdır. Bəli. Sadəcə bir neçə baxımdan, cəhətdən bidət böyük günahlardan daha şiddətlidir. Və bu da hansı cəhətlərdəndir? Birincisi, böyük günah edən insan özü özlüyündə bilir ki, bu günah edir, bu günah əməldir, yəni etdiyi günah əməldir. Və buna görə özünü müqəssir sayır və üzülür hətta. Etdikdən sonra bəziləri peşman da olur. Və etiraf edir ki, bu günahdır. Və nə vaxtsa onun tövbə etmək, demək, ehtimalı var. Umulur, bəli, ümid olunur ki, nə vaxtsa tövbə edəcək. Və hətta ona deyəndə ki, məsələn, qardaşım, bu böyük günahdır, deyir, düz deyirsən, Allah mənə bağışlasın və s. bu kimi sözləri. Amma bidət əhli isə, bidət niyə təhlükəlidir? Dinə yenilik edən insan onu dindən sayıb eləyir. Və ona görə o insanın tövbə etməsi ümid olunmur. Bəli. Necə ki, yəni o düşünmür ki, bu etdiyi, yəni bidətdir, dində yoxdur. O elə bilir ki, var bu. Bəli, indi müəyyən səbəbdən, yəni təqlid edirmi, məsələn, öz şeyxinə və s. və yaxud nəfsinə uyur. Çünki adətən, ümumiyyətlə, bidət edən insanlar nə edir? Onlar öz nəfsinə uyurlar. Bəli. Necə ki, Uca Allah Quranı nə buyurur? Deyir, elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalim kim ola bilər? Yəni, onlar öz nəfsinə uyurlar. Bidət edən insan isə o fikirləşir ki, bu dindəndir, bunu dindən sayır. Və ona görə də nə edir? Ona deyəndə ki, qardaş, sən bidət edirsən, bu əməl bidətdir, sənə şiddətli etiraz edir, hətta başlayır, öz ağlına görə rəddiyələr verir və s. Biraz da inatkar olur. Yəni, məhz bu baxımdan nədir? Deməli, bidətlər böyük günahlardan daha şiddətlidir.